kiməsə bir söhbət danışdıqda, əgər o söhbət mühümdirsə, o söhbəti başqasına danışmaq icazəli deyil. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, İzə həddəsə rəcul bi hədithin thumma tafata fəhiyyə əmanə. Bir kişi bir söhbət danışdıqda və o çönürsə, o əmanət sayılır artıq. Bu hədis göstərir ki, Allah Resulü sallallahu aleyhi ve sellem burada bir kişi deməkdə, yəni həmçinin qəsd burada həm qadınlara aiddir. Yəni kimsə kiməsə nəsə danışanda, o gözündən ya hərəkəti ilə sola sağa baxırsa, yəni istəmir ki, kimsə yaxınlaşıb onun söhbətini eşitməsini. İstəmirsə, artıq o söhbəti kiməsə yaymaq, danışması icazəli deyil. Niyə görə? Çünki onun sola sağa çönməsi nəyə göstərir? Göstərir ki, onun o söhbətini heç kim bilməsini istəmir. Bu artıq nədir? Əmanət sayılır. Və bu baxımdan insana ehtiyac yoxdur deməyə ki, bu sənə danışdığım söhbət əmanətdir. Yəni əgər məsələ, söhbət şəxsidirsə, artıq insanın özündən bəlli də olur ki, bu insan sənə səmimi söhbət açır, səmimi bir söhbət deyir və bu söhbəti sənin başqasına yaymağın icazəli deyil, haramdır, günahdır və bu əmanəti xainlikdir, əmanətə xəyanət etməkdir. Və bu baxımdan insan dərk etməlidir, başa düşməlidir ki, qarşındakı insan ona nəsə danışırsa, artıq bu əmanətdir və bu söhbəti hətta o ona düşmən də olsa belə o onu danışmamalıdır. Və bu da həqiqi olan iman, həqiqi olan möminlikdir ki, insan insana tam etibar eləməsi və əmanəti qorumasıdır.